197 bal. Topik imtahanımın cavabı çıxdı. Deməli, belə rəsmi olaraqdan topik imtahanını ilk dəfə də verirdim deyə, müəlliməmin dediyi üzrə topik 1-ə imtahan verdim və təbii ki, mənim səviyyəm daha yüksək olduğuna görə bu imtahandan tam bal gözləyirəm və hal-hazırda cavablar çıxıbdı. Sadəcə 4900 nəfər var idi. Hal-hazırda 3900 nəfər var. Gözləyirəm. İlk olaraq səhv sayta girdim. Bilmirdim çünki. Başqa yerə girdim, gözlədim o boyda. Bəli, orada da 300 nəfər var idi. Mənim kimi səviyyənlər var imiş. İndi gözləyirəm, çox maraqlıdır. Nə olacağı. Sadəcə orada bəlkə olsa mətnlərdə diqqətsizlik. Diqqətsizlik yox, mətnləri tam yazdığımı düşünürəm ilkini. Amma cavab kağızına köçürdəndə biraz səhv eləmiş. Amma yox, eləməmişəm inşallah. Çox diqqətli olmağa çalışdım. Yəni mən səndə cavabı tapdım. 4 dəfə cavabı atdım düzdür yoxsa yox köçürdəndə yəni ki. Çox diqqətli olaraq elədim. Prosto çox insan əsasən orada səhv edirdi ya. Bilmirəm, çox heyecanlıyam. Belə olmamalıyam amma. Çox heyecanlıyam görüm nə olur. Və 3784 nəfər. Of. Tam bal çıxsa özümə necə bir şeylər eləyim belə. Bəs özümü şımartmaq istəyirəm. Hədiyyə falan almaq da belə bir şey, belə gəzmək istəyirəm, eləmədiyim şeylər eləmək istəyirəm. Amma təbii ki, tam bal çıxsa yoxsa bilmirəm, depressiyaya da girə bilərəm. Çünki tam bal yığmalıyam. Sinirlərimdən sual var idi. Səhv eləmirəmsə ən sonuncuydu. Orada işarələmişdim, orada ikinci və üçüncü variant arasında qalmışdım. Dedim max olsa bu olacaq. Ona da heç əmin deyildim. Tam 1 dəqiqə qalmışdı belə. O dedilər ki, bitir də yəni 1 dəqiqə falan qaldı. Dedim Allahım, dəyişdirməyim. Dedim ki, ben qərar qalacağam. Yəni içim rahat deyildi də. İkinci variantı seçmişdim. Dedim, yox, dəyişirəm. Birinci variant. Sonra da ağacından istifadə edərəkdən düzəltdim və düz olduğunu düşünürəm. Sonradan şey mənasına falan baxdım. Bir dənə də 2-dən var idi elə bir sual. Robot var idi. Robot elə bir hərfləri bilməyən uşaqlara kitab falan oxuyurdu. Belə onun haqqında danışırdı. Və variantlarda biraz çaşdırıcı vermişdilər. 2 dənə variant biraz belə bənzəyirdi, uyğun gəlirdi. Amma yine de orada bir tane yerize tapdım. Değilse düzgün yazdım diye düşünürüm. Ama tabii ki de anlaşıyor. Hakşiri Murlayo. Bilmirəm, əmin deyiləm. Görək və hal-hazırda 3374 nəfər qalıbdı. Bəziləri, yəni bu qədər həyəcanın boş olduğunu düşünə bilərlər, amma deyil də, yəni ki, mənim yerimdə olsa həqiqətən başa düşərdiniz. Və mən valideynlərimə həm qürur hissini də vermək istəyirəm. Çünki mənim üzrə necə baxıram onu da bilmirəm, yəni ki. Bir dənə səhv belə, yəni mənlik deyil, olmamalıdır o. Topik 2-dən olsa okey. Birazdan veriləndə həmin o cavablar videonu açıb buradan bir nəzər göstərəcəm. 1 saat 15 dəqiqə gözləyirəm və hələ də 579 nəfər var. Amma yəni 4000-dən bu daha yaxşı deyə düşünürəm. Bir nəfər var. Aha, cürə deyəsən. Bir dəqiqə. Belədir. Aha. İndi deməli olduğumu bilmirdim deyə müəllimimdən soruşdum. Gəldim və hal-hazırda onu yazıram. Koreya getmək istəyəndə də beləncə olacaq ha. Üniversitet cavabı. Oy da. Stresli təmiz. Aha. Allah. Tamam. Deməli, baxırıq. Atılır. Haradadır? Buradadır. Baxım. Ya Allah bizim daha... Hani? 197 bal. Bir sualı səhv eləmişəm. Tamam, yaxşıdır. Çox son. Yo 2 almışam. Normalde işmişim ki tam toplayanda tabii ki 2 almaq olur. Yenə də tam toplamalıydım. Listeningdə birindən səhv. 2 aldım. Bəli, buna şükür. Hər nə qədər bir suala görə 200 bal ala bilməmiş olsam da çox xoşbəxtəm hal-hazırda. 197 bal. Xeyirli olsun. İnşallah topik 6'nı almaq diləğilə. Bəli, topik 6. Video izlədiyinizə görə çox sağ olun. İnşallah sizin də nəticələriniz yaxşı çıxmış olar. Annyeong.